Bu sərhədlər açılsın. İndi nə dövrdür? Sərhədlər açılsın, təhlükəsizlik olsun deyiz. Yəni heç bir qorxu olmasın sərhədləri aşmaqdan. Biz ümumi bazar yaradaq. Regionda ümumi bazar yaradaq, vahid bazar yaradaq. Lazımdırsa hətta vahid valyuta yaradaq. Biz təzə müstəqillik əldə eləmişik deyə bu inteqrasiyadan insanlar qorxulur. İnsanlar istəyirlər ki, elə biz Şimali Koreya kimi qapanaq, qalaq. Amma biz açılmalıyıq, iqtisadi baxımdan açılmalıyıq, siyasi baxımdan açılmalıyıq. Qüdrət bəy, sözünüzün qüvvəti, bu quru sərhədlərin açılması məsələsi tez-tez gündəmə gəlir. İndi siz də həm də millət vəkilisiz, parlamentin məsələni yəqin ki, qaldırmışsınız zaman-zaman. Yenə də qaldırmaq lazımdırsa da əminəm ki, yenə də yəqin ki, qaldıracaq deputatlardan birisiz. Bu məsələ hər gün demək olar ki, burada bizə rəylərdə yazılır. Quru sərhədlərin taleyi necə oldu? Quru sərhədlərin taleyi necə oldu? Bu məsələ də öz yerində. Bayaq da iqtisadi vəziyyətlə bağlı danışmışkən də ötənlərdə bir maraqlı açıqlamanı iqtisadçı Natiq Cəfərli Real Partiyasının sədri açıqlamış idi. Azərbaycanda elə bil MDB ölkələri ilə ticarət dövriyyəmizdən danışmışdı və rəqəm göstərmişdi. 0.60. Yəni bizim ticarət dövriyyəmiz, yəni bizim idxalımız başqa ölkələrdən vəziyyətimiz nə yerdədir deyə. Çox biabırçı bir durum idi. Həqiqətən baxırdın, rüsvayçı bir durumdur. Bu məsələlər niyə öz həllini tapmır? Nədir bizim qarşımızdakı əngəllər? Bununla bağlı bir deputat kimi fikrinizi mən istəyirəm biləm. Ləman xanım, birincisi sözsüz ki, mən həmişə sərhədlərin açılmasının tərəfdar olmuşam və hesab edirəm ki, sərhədlər açılmalıdır, sərhədyanı ticarət olmalıdır. Turizmin inkişafına bu böyük töhfə verməlidir. Və bundan başqa mən hesab edirəm ki, doğrudan da iqtisadi azadlıqlar olmalıdır. Bax, axırıncı dəfə mən hökumətin hesabatı zamanı məsələ qaldırdım. Hətta hörmətli baş nazirə müraciət elədim ki, baxın, Bakı şəhərində bir misal çəkdim, nümunə çəkdim. Bakı şəhərində bu yağış yağanda quruluşlar qalxır. Bakı ətrafında Binəqədidə, Sabunçuda, Suraxanıda, başqa bütün demək Bakı ətrafı kəndlərdə o sular qalxır, dolur insanların evinə. Və mənə nə qədər insanlar müraciət edirlər ki, bizə kömək eləyin, yanğın söndürən maşınlar gəlsinlər, o suyu bizim evimizdən çəksinlər. Mən də Fazil Mustafa'dan məsələ qaldırdıq ki, bax, iş adamları var, deyir, o əraziləri verin, mən gedim tikim. Təkcə o əraziləri mən tikməyim. Mən orada kanalizasiyanı da çəkim, su xətti də çəkim, elektrik xətti də çəkim. Hətta bütün bu xərclərdən kənar, mən Qarabağın bərpasına vəsait də verim, yəni müəyyən fonda pul da köçdüm, yaxud tapşırısına gedim Qarabağda da nəsə tikim, bir məktəb tikim, nə bilim, bina tikim və s. və ilə. Tək ki, mənə icazə versinlər, mən bu işləri görüm. Bakı şəhərin baş planı da hazırdır. Amma bu icazələr verilmir. Yəni, məhdud sayda insanlara yalnız icazə verilir də Bakı şəhərində mənzil tikməyə. Niyə orada mənzil tikintisində biraz pul var? Ona görə də başqaları bu icazəni alamırlar. Mənə çoxlu müraciətlər olunur. Mən bundan baş nazirə də müraciət elədim, baş nazir də söz verdi. Yəni, bu alınmır. Yəni, bu məsələ alınmır, icazə vermirlər. Düzdür, mənim çıxışımdan da sonra parlamentdəki baş nazir bir müşavirə keçirdi. Bax, mən Xataydan birinci dəfə millət vəkili seçiləndə insanlar mənə orada qəzalı binalar var idi. Müraciət edirdilər ki, bəs biz qorxu içərisində yaşayırıq. Nə vaxt bu söküləcək? Hər dəfə bu il, gələn il, 3 ay sonra, 5 ay sonra, illər keçir. Yəni, bu problem öz həllini tapmır. Ona görə hökumətdə çevişli iş lazımdır. Mən söylədim ki, bu 10 milyardlarla Azərbaycana investisiya qoyuluşu demək olacaq. Bu 10 minlərlə insanın mənzil şəraitini yaxşılaşdırması demək olacaq. O insanlar köçüləcəklər, kirayələrdə yaşayacaqlar, sonra onlara gözəl evlər tikiləcək və s. və ilə. Amma verilmir. Mən misal çəkdim ki, vaxtilə pilot layihələr olanda, məsələn, Nəsimi rayonunun ərazisində ev satılırdısa 1000 manata, indi 2500-3000 manata satılır. Bunu mən baş nazirin iştirakı ilə dedim, yəni Milli Məclisin icrasında. Kənd təsərrüfatında durum göz qabağındadır. Məsələn, hökumətin hesabatından misal çəkdim ki, əgər əkin sahəsi 7,7% artıbsa, onda bu məhsul istehsalı niyə 1,1% artıb? Orada da dedim, şəffaflıq lazımdır. O gübrələr həqiqətən o torpağa verilirmi? Həqiqətən o torpaqlar əkilib biçilirmi? Bilirsiniz, az qala yarım milyarda yaxın dövlət bu və ya digər formada fermerlərə kömək edir. Amma
orada şəffaflıq olmadığına görə mən əminəm ki, o vəsaitin bir hissəsi hansısa formada uğurlanır. Yəni bunu parlament iclasında qaldırdım. Düz orada ki, mənə cavab da verən olmadı, yəni bu məsələ ilə bağlı. Biz iqtisadi açılım olmalıdır. Bizim ixracatın 90% az qala, bəlkə də biraz da artığı neft və neft məhsullarıdır. Ölkədə biz yalnız kənd təsərrüfatı məhsulları istehsal edirik və o da bəlli deyil ki, biz bugün kənd təsərrüfatı məhsulları ilə neçə faiz insanların tələbatını ödəyirik. Yəni biz kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı il artır. Sənaye məhsullarını hələ mən qoyuram qırağa. Onun üçün də həqiqətən də ölkədə iqtisadi islahatlara getmək lazımdır. Bir açılım olmalıdır. Və qanunun aliliyini mən çıxışımda da söylədim, buradan da deyirəm. Qanunun aliliyinin təmin olunması üçün əlavə tədbirlər görülməlidir. Bu istiqamətdə müəyyən addımlar atılır. Amma biz çalışmalıyıq ki, doğrudan da o fermerlər, o iş adamları, vətəndaşlar məhkəmələrdə ədalət tapa bilsinlər. Ondan sonra da o ədalətli məhkəmə qərarının biz icrasını təmin eləməliyik. Elə eləməliyik ki, o məhkəmə qərarları həqiqətən də icra olunsunlar. Bunun üçün də həm də məhkəmə hüquqi islahatları həyata keçirilməlidir, təkcə iqtisadi islahatlar yox. Əgər biz sözsüz ki, ilk iqtisadi islahatlardan başlamaq lazımdır, bir açılım olmalıdır. Bunun da kökü nədən qaynaqlanır? Bax, bayaq mən sizə dedim ki, bir pilot layihələr o vaxt tətbiq olundu, icra hakimiyyətlərinə imkan verdilər ki, özləri o qəzalı binaları, köhnə binaların sökülüb yerində yeni bina tikilməsinə imkan versinlər. Bir tikinti bumu yaşandı. Bizdə hakimiyyət həddindən artıq mərkəzləşib. Bax, mən bir dəfə söyləmişdim. Bugün Lerişdə bir ambar tikmək istəyən gəlib Bakıdan gəlib icazə almalıdır. Ağustafada bir dənə mağaza tikmək istəyən gəlib Zaqatalada bir məktub, bir nəsə tikmək istəyən gəlib buradan icazə almalıdır. Hakimiyyət o qədər mərkəzləşdirilib ki, hər şey bir əldə canlaşdırılıb. Biz nə qədər ki, yerlərə hakimiyyət verməyəcəksə ki, dünyanın hər yerində, məsələn, tikintiyə bələdiyyələr icazə verir. Mesela İstanbul'da tikintiyə Erdoğan hökuməti icazə vermir ki, bunu İstanbul Şəhər Bələdiyyəsi icazə verir. Biz nə qədər ki, dediyim kimi, o yerlərə hakimiyyət verməyəcəyik, hakimiyyəti bölüşməyəcəklər yerli dövlət hakimiyyət orqanları ilə. Mərkəzləşmiş qaydada olacaq. O da bir nəfərin iradəsindən alır. Ona da kimsə hansısa bir başqa sahibkar ya kimsə qulağına nəsə deyəndə ki, sən bu bizləri sıxışdır, mən burada belə də monopolistə, insarçıya çevrilir, meydan mənim olsun və belə bir hallar da baş verir. Qiymətlər də belə olur. Ötən həftə yəqin ki, o buldozerlə evin içinə müdaxiləni gördünüz da. Yəni nə boyda o bir ajitajına rahatlıq. Bütün bunların hamısı, yenə də deyirəm, bax görürsünüz, əslində indi sabah sizə statistika göndərə bilərlər ki, tutaq ki, 30-40 dənə şirkət ev tikir. Amma araşdırsınız, onların dalında 2-3 nəfərdir. Yəni bunların biri əmsinin oğluna açıb, biri dayısının oğluna, o birisinin kiminsə adına. Amma real arxada duran monopolistlər var. Ona görə mən deyirəm ki, nə qədər ki, bu proteksionizm aradan qaldırılmayıb, nə qədər ki, bu himayədarlıq, icazələr verilmirsə ki, sən burada eləmə qoy geçsin, başqasının bahalı binasından alsın, başqa yerdən alsın, başqasının tikdiyi bahalı binadan ev alsın. Nə qədər ki, bu olacaqsa, bu siyasət yürüdüləcəksə, əlbəttə bizim müəyyən problemlərimiz olacaq. Mən hesab edirəm ki, o vaxt xatırlayırsınızsa, gömrükdə, vergidə şəffaflıq nə vaxt yaradıldı? 2014-cü ildə o neftin qiyməti düşdü, devalvasiya oldu və s. Ondan sonra büdcəyə, gömrükdən və vergidən milyardlarla manat əlavə vəsait gəldi. Yəni biz gözləməməliyik ki, şərait, vəziyyət məcbur eləsin ki, biz yenidən hansısa bir addımlar ataq. Hələ nə qədər ki, valyuta ehtiyatlarımız var, o valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunmur. O vaxt gördünüz nə qədər pul xərclədik manatın kursunu saxlamağa, sonunda saxlaya da bilmədik. Sonunda saxlaya da bilmədik. Yəni indi də zamanında başlamaq lazımdır islahatlara. Daha çox investisiya qoyulmalıdır Azərbaycanın daxilinə. Baxın, Türkiyə nə qədər investisiya qoymuş. Qazanc oradan nə qədərdir? Orada da bəlli bir şəffaflıq yoxdur ki, xarici yatırdığımız investisiyalardan nə qədər pul götürürük. Dəfələrlə demişəm ki, bax, Azərbaycanın o neft pulları var, bu xaricdə saxlanılır da, bilirsiniz. Deyirəm, birinci hökumət vətəndaşa nümunə olmalıdır ki, bax, mən inanıram özümüzün kommersiya bankına, gətirirəm, pulu saxlayıram, Azərbaycanın başlarındakı bizim sahibkarların ucuz kreditə çıxışı olsun. Xaricdə o 3% tutaq ki, gəlirlik deyil. Sən burada 4% ver Azərbaycan vətəndaşına.
Azərbaycan vətəndaşları o pullardan istifadə eləsinlər, iş yerləri açsınlar və s. Birinci, başlara etimadı yaratmaq üçün bunu eləmək lazımdır ki, kreditlər düşsün, o pulun bir hissəsi, mən demirəm hamısını, bir hissəsini gətirmək lazımdır Azərbaycana. İndi vətəndaş fikirləşir ki, dövlət güvənmirsə bu banka, mən niyə güvənim? Düzdürmü? Doğru. İkincisi, dediyim kimi, daha çox investisiya qoyulmalıdır. O neft pulları bilirsiniz də, xaricdə müxtəlif aksiyalar alınır, nə bilim, mağazalar alınır, nə bilim, ofislər alınır və s. Ofis alıb onu icarə verib oradan pul qazanmaqdansa, yəni o pulu gətirib burada axı bir istehsal və emal müəssisəsi yaratmaq lazımdır, iş yeri açmaq lazımdır ki, gənclər ölkəni tərk edib getməsinlər, iş adamlarının üçün əlverişli şərait yaranmalıdır ki, onlar ölkədən çıxıb getməsinlər. Yəni biz, dediyim kimi, və xarici investorları cəlb eləməliyik Azərbaycana o müəyyən daha əlverişli biznes mühiti yaratmağına. Yəni, mən hesab edirəm ki, bunu etmək gücündə Azərbaycanda da insanlar var. O insanlara sadəcə təşəbbüskarlıq çatmır, onlara o imkanı yaratmaq lazımdır ki, onlar təşəbbüs göstərməkdən qorxmasınlar.